Əvvəllər deyirdilər ki, ikinci ixtisas qrupunu nisbətən zəif şagirdlər seçir. İndi isə bu birinci ixtisas qrupuna aid olunmağa başlandı. Bu reallıq təbii ki deyil. Sadəcə cəmiyyətin formalaşdırdığı bir mifdir. Fizika, kimyadan dərs keçən bir şagird eyni anda tarixçi ola bilməz. Burada qrupun çətinliyi yox, uyğunluğu var. Fiziki təfəkkürlü biri üçün tarix, ədəbiyyat çətin ola bilər. Tarixçi üçün isə riyazi çevirmələr özünə çətin ola bilər. Bu zəiflik deyil, təfəkkür fərqidir. Bal yüksəkdirsə, o demək deyil ki, bu qrup daha yaxşıdır və yaxud daha pisdir. Nəzər yetirək ki, ölkə üzrə ən yüksək keçid balı birinci ixtisas qrupunda qeydə alınmışdı. İxtisas qrupları bir-birinin alternativi deyil, sadəcə fərqli dünyalardır. Bir tarixçi Marsa raket göndərməz, bir fiziki isə gedib Misir tarixini öyrənə bilməz. Yəni bu tamamilə fərqli anlayışlardır. Hər sahə özü üçün dəyərlidir. Hər birinizə uğurlar arzulayıram.